Siyasetin qaydalarla yox, güc nümayişi ilə idarə olunduğu daha qabarıq göründü. Çünkü burada her şey isti, hararetli, maraqlı ve eğlenceli olacak. Biz bu oyundan həzz almalıyıq. Yəni, Çempionlar Liqasıdır. Baxdığınız qədər hörmətli tamaşaçılar, gündəmin siyasi nəbzi diqqət mərkəzində dönür. Ve 25.000 manat için oynuyoruz. Bugün hava yağışlıdır. Felix, bizə bir yerdə yaxşıdır. İşi olmaq çox gözəldir. Təmizləyici vasitələrin kifayət qədər təsirli deyil. Sənə Garnier miselər suyunun super gücü lazımdır. Təmizləyici miselərlər çirki maqnit kimi özünə çəkir. Garnier dünyada bir nömrəli miselər brendi. Makyajı silir və dərini bir hərəkət ilə təmizləyir. Cana rahatlıq verən, dolğun ətirli və zərif dadlı bu fincan düşündüyünüzdən daha dəyərlidir. Fərqi də elə bundadır. Magyarlar salam. Bu buraxılışımızda ekoaktivizmdən, təbiəti necə sevdiyimizdən yaxud sevməli olduğumuzdan danışırıq. Amma əvvəlcə mövzu ilə bağlı maraqlı sorğumuz var. Ətraf mühiti qorumaq üçün gündəlik həyatınızda nə edirsiniz? Ətraf mühiti qorumaq üçün əsasən belə deyim, əlimdəki zibili yerə tullamıram, yəni zibil qabına tulluram. Sonra çalışıram polietilen məhsullardan az istifadə edeyim. Düzdür, bəzi məqamlar olur bu dərsliklərlə bağlı və yaxud işlədiyim mühitlə bağlı olaraq bu faillərdən istifadə edirəm. Amma belə kimi çalışıram, yəni marketlərdə, digər yerlərdə polietilen məhsullardan yəni istifadə etməyim, onları götürməyim. Polietilen kloklardan az istifadə etməyə çalışıram və daha çox orqanik məhsullardan istifadə edirəm. Bacardığım qədər zibilləri zibil qabına tullamağa çalışıram. Ya da qıraqdan kimsə gördüyüm zaman o zaman deyirəm ki, sən bunu zibil qabına tullaya bilərsiniz də. Yox, görürəm insan dirəşməyə başlaysa götürüb özümü tullaya bilirəm. Yəni bacardığım qədər zibilləməməyə çalışıram və ətrafdakilərini də qorumağa çalışıram, yəni bu zibilləməkdən. Ətraf mühiti zaten qoruyuram, çünki maşınım yoxdur, piyada gedirəm. İctimai nəqliyyatdan çox istifadə edirəm. Onsuz da maşınım yoxdur, amma belə əsasən getdiyim yerlərə ya piyada gedirəm, ya da nəqliyyatdan istifadə edirəm. Işığı söndürürəm, o da anam deyəndə. Ətraf mühiti qorumaq üçün gündəlik həyatımda elədiyim şey yerə zibil atmamaqdır. Həm də elə ki, belə də bir şey deyim ki, məsəl üçün gündəlik həyatımızda çox maşınlar, məsələn, nəqliyyatlar falan istifadə olunur da. Onlar məsələn benzin, dizellə yox, hibrit olsa, plug-in hibrit olsa daha yaxşı ola bilər. Çünki həm ətraf mühitimizi çirkləndirmə, havalar falan çirklənmir, daha yaxşı olur, daha səmərəlidir. Məsələn üçün yemək yeyirəm və yaxud su alıram butulkadan. Onu tullamıram. Ancaq belə zibil qabları bizim dildə urnalar deyilir. Urnalara yaxınlaşıram, ora göndərirəm. Yəni ora, çünki buranı təmizləyənlər var da, onlar da əziyyət çəkilir. Onlar da düşünmək lazımdır. Qonaqlarımız təbiət sevərlər. Gülər Adilxan və Namiq Adilxandır. Xoş gəlmisiniz. Çox sağ olun. Təşəkkür edirəm. Necə yarandı təbiət sevgisi, yoxsa həmişə olmalıdır, o yaranmır, adamın içində olur? Mənə elə gəlir ki, bu insanın özündə olan bir şeydir, təbiət sevmək. Ya var, ya yoxdur. Aha. Çünki mən artıq təcrübələrimdən də görürəm ki, insanlar, yəni belə deyim, təbiətə müəyyən məqsədlərlə gedirlər. Biz sadəcə təbiət sevgimizdən dolayı gedirik. Yəni biz orada çox rahatlıq tapırıq, ruhumuzu qidalandırırıq, enerji alırıq. Onun üçün bəli,
Biz əsl təbiət sevərik, mənə elə Onda gəlir. təbiəti sevmək, təbiətə məqsədsiz getməkdir. 100% bu belə bir şeydir. Bəli, məqsədsiz şəkildə təbiətə getməliyik biz. Çünki biz zaten oradan gəlmişik. Namiq bəy, siz necə düşünürsünüz? Bilirsiniz necədir? Təbiət insanda elə bir belə əhval-ruhiyyə, elə bir düşüncə yaradır ki, ümumiyyətlə təbiətdə olanda insan nə keçmişi, nə də gələcəyi düşünmür. Yəni belə deyim də, təbiətdə olanda bütün düşüncələri bir yana buraxırsan və anı yaşayırsan. Həftə sonu mütləq təbiətə qaçırıq. Yəni bu artıq ehtiyacdır da, ehtiyacdır. Həm də bu artıq tələb edir. Bu biz o qədər öyrəşdik ki, yəni bu təbiətdə. Və bu təbiətdə həmin o 5 günün o stresi, ağır iş yükünü biz o yenilənməklə elə bir ki atırıq. Bəs seçimləriniz necə formalaşır? Bu həftə sonu dağa getməliyəm yoxsa? Biz ümumiyyətlə hər həftə qərar veririk ki, belə deyim də, ümumiyyətlə plan qurmuruq ki, biz hansısa bir istiqamətə getməliyik. Biz bilirik ki, həftənin 5-ci günü işdən sonra gedirik. Biz yola çıxanda qərarı veririk ki, hansı istiqamətə gedək. Yəni ki, ona kimi plan olmur. Bəs yollarınızı ayırdığınız olub, şimala